Qoç. Günün birinci yarısı yaxın insanlarla ziddiyyətli məsələləri müzakirə etmək üçün əla olacaq. Hər şey barədə razılığa gələ biləcək, kompromis həllər tapacaq və bununla belə münaqişələrdən qaçacaqsınız. Göstərdiyiniz istənilən səylər arzu olunan nəticəni verəcək. Uzun müddətdir əliniz dəyməyən ev işləri ilə məşğul olmaq üçün münasib andır. Evinizdə təmirə başlamaq və ya ümumi təmizlik aparmaq üçün uğurlu vaxtdır. Prosesə ailə üzvlərini də cəlb edin, beləliklə iş daha şən keçəcək. Bəzi qoçları təsadüfi, maraqlı tanışlıqlar gözləyir. Pis gün deyil. Bir çox qoç təsir edici peşəkar nəticələr əldə edəcək. Yaxın gələcəkdə karyera yüksəlişi üçün yüksək şanslar var. Səmimiliyiniz və birbaşalığınız həmkarlarınız, rəhbərlik və biznes tərəfdaşlarınızla tez bir zamanda ümumi dil tapmağınıza kömək edəcək. Qazanclı sövdələşmələr bağlaya və perspektivli əməkdaşlıq qura biləcəksiniz. Eyni zamanda siz xırda şeylərə yersiz əhəmiyyət verməyə və xırda məsələlərdən narahat olmağa meyilli olacaqsınız. Xüsusilə günorta saatlarında mühüm qərarlar qəbul etməyə tələsməyin. Yoldaşların dəstəyi çox vaxtında olacaq. Günün başlanğıcı çətin olacaq. Xırda şeylərə həddən artıq diqqət yetirəcəksiniz və əsas detalları gözdən itirəcəksiniz. Bir çox qoçlar diqqəti işə cəmləməkdə çətinlik çəkəcək və xırda şeylərə diqqəti yayındırmayacaqlar. Başqaları ilə qarşıdurmalardan qaçmaq həmişə mümkün olmayacaq, lakin onların zəif tərəflərinə meyil göstərsəniz, bütün problemləri tez bir zamanda həll edə biləcəksiniz. Günün ikinci yarısı daha əlverişli olacaq. Bir çox problemləri həll edə biləcəksiniz və qeyri-standart vəziyyətlərdə intuisiyanız köməyinizə gələcək. Bəzi qoçlar xoş xəbərlər alacaqlar. Tamamilə çətinlik çəkməmək çətin olsa da yaxşı gündür. Səhər enerji ilə dolu olacaqsınız, ona görə də bütün planlaşdırılan işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Bir çox qoç yaxınlarınızla uzun müddətdir davam edən münaqişələri həll edə biləcək. Gələcək üçün planları müzakirə etmək, ideyaları bölüşmək əla olacaq və birlikdə çoxlu maraqlı şeylər ortaya qoyacaqsınız. Həddindən artıq vəzifə götürməyə ehtiyac yoxdur, bəzi şeylər sonraya qədər təxirə salına bilər. Günortadan sonra çoxdan görmədiyiniz qohumları ziyarət etmək yaxşı olardı. Görüş çoxlu sevinç və müsbət emosiyalar gətirəcək. Pis gün deyil. Səmimiliyiniz və birbaşalığınız ünsiyyətdə qeyri-müəyyənliyin qarşısını almağa kömək edəcək. Bir çox qoç münasibətlərdə uzun müddətdir davam edən anlaşılmazlıqları aydınlaşdıra, kobud kənarları hamarlaya və lazımsız gərginlikdən qurtula biləcək. İstirahət və səyahət üçün əlverişli vaxtdır, parlaq emosiyalar və qeyri-adi sərgüzəştlər üçün zəmanət verilir. Çox güman ki, dəyərli hədiyyə alacaqsınız. Günün sonuna doğru biraz əsəbiləşə bilərsiniz, ona görə də bu zaman üçün ciddi bir şey planlaşdırmayın. Sevdiklərinizlə vaxt keçirin və xoş bir şey edin. Gününüz xoş keçsin. Yaradıcılıq qabiliyyətləriniz tam üzə çıxacaq və bir çox vacib problemləri həll etməyə kömək edəcək. Bir çox qoçlar komandada işləyərkən mükəmməl lider olduqlarını sübut edəcəklər və bu, rəhbərliyin diqqətindən yayınmayacaq. Çox güman ki, perspektivli karyera təklifləri alacaqsınız. Əqdlərin bağlanması və müqavilələrin imzalanması üçün əlverişli dövrdür. İşgüzar səfərlər son dərəcə uğurlu olacaq. Faydalı əlaqələr qurmaq və layihələrinizə sponsorlar cəlb etmək üçün yaxşı vaxtdır. Dostlar bir çox ideyaları həyata keçirməyə kömək edəcəklər. Buğa. Çoxlu orijinal ideyalarınız olacaq, amma onların hamısını həyata keçirmək mümkün olmayacaq. Tezliklə bunu özünüz də anlayacaqsınız. Yeni bilikləri mənimsəmək və iri miqyaslı işlərə başlamaq o qədər də yaxşı alınmayacaq. Nizam-intizam yaratmaq və adi ev qayğıları ilə məşğul olun. Bəzi buğalara gözlənilməz qonaqlar baş çəkəcək. Vacib bir xəbər alma ehtimalı var. Yaxınlarla ünsiyyət adət etdiyinizdən bir qədər gərgin ola bilər. İmpulsivliyiniz ətrafdakıları yaxşı anlamağa mane olacaq. Amma emosiyalarınızı cilovlaya bilsəniz, gün sakit və uğurlu keçəcək. Gün çətin başlayacaq, amma tezliklə hər şey düzələcək. Səhər biraz əsəbi olacaqsınız, ona görə də xüsusilə xırda məsələlərdə mübahisələrə girməməlisiniz. Uğurlu danışıqlar aparmaq həmişə mümkün olmur. Bununla belə, maraqlarınızı açıq şəkildə pozan şərtlərlə razılaşmamalısınız.
Günün ikinci yarısında istənilən sürprizin öhdəsindən gələ biləcəksiniz. Təhsil almaq və ya ixtisaslarını artırmaqla məşğul olan buğalar mürəkkəb məsələləri asanlıqla başa düşəcək və faydalı bacarıqlara yiyələnəcəklər. Axşam çoxlu ümumi maraqlarınız olan insanları ziyarətə dəvət etmək üçün əlverişlidir. Olduqca sıx bir gündür. Həll edilməli bir çox çətin vəzifələr var, uğur qazanacaqsınız, amma bəzən iş yükü həddən artıq ağır görünəcək. Şöhrətpərəstlik, məsuliyyət və qətiyyət sizə kömək edəcək. Bir çox buğalar ən yaxşı tərəflərini göstərəcək, nüfuzlarını gücləndirəcək və karyera yüksəlişi şanslarını artıracaqlar. Özünüzü əlinizdə saxlamaq və başqaları sizin xoşlamadığınız bir şəkildə davranmağa başlasa, əsəbləşməmək çox vacibdir. Axşama doğru emosiyalarınızın öhdəsindən gələ yaranmış bütün problemləri həll edə biləcəksiniz. Yaxınlarınızla ünsiyyət və ya romantik bir tarif üçün əlverişli vaxt gələcək. Ən asan gün deyil. Ancaq səhər qeyri-adi dərəcədə uğurlu olacaq, buna görə də bütün planlaşdırılan işləri mümkün qədər tez yerinə yetirməyə çalışmaq daha yaxşıdır. Ailə üzvlərinizdən kömək istəməkdən çəkinməyin, onlar bəzi məsuliyyətləri öz üzərlərinə götürməkdən məmnun olacaqlar. Bir çox buğa mehriban və dinc olacaq, bu da kobud kənarları hamarlaşdırmağa və fikir ayrılıqlarının qarşısını almağa kömək edəcəkdir. Axşam sakit ailə mühitində keçməlidir. Dostlar qrupunu ziyarət etmək də yaxşı seçim olardı, lakin bunlar uzun müddətdir yaxşı tanıdığınız insanlar olsalar daha yaxşı olardı. Olduqca əlverişli gündür. Bir çox buğa ailə məsələləri ilə bağlı gözlənilməz hadisələrlə qarşılaşacaq, ona görə də planlarınızı yenidən qurmalı olacaqlar. Yaşlı qohumların məsləhətlərinə qulaq asmaq faydalı olacaq. Yeni perspektivli tanışlıqlar edə biləcəksiniz. Günün ikinci yarısı ümumi işgüzar və ya peşəkar maraqlarınız olan insanları ziyarətə dəvət etmək üçün münasibdir. Hamınızı uzun müddət narahat edən ciddi məsələləri müzakirə etmək üçün əla vaxtdır. Xüsusilə uzaq və ya xarici səfərlər uğurlu olacaq. Olduqca çətin gündür. Bir çox buğalar xırda şeylərə həddindən artıq əhəmiyyət verməyə meyilli olacaqlar və əsas şeyə diqqət yetirməyəcəklər. Toxunuşlu olmaq diqqətinizi işə cəmləməyə və başqaları ilə anlaşmanıza mane olacaq. Xırda münaqişələrin qarşısını almaq mümkün deyil, amma ciddi mübahisələr olmayacaq. Diqqətinizi rutin işlərə cəmləyin və başladığınız işi başa çatdırmağa çalışın. Yaxın ətrafınızdakı insanlar işlərinizə qarışmağa çalışacaqlar və bu, yəqin ki, çox da uyğun olmayacaq. Onlara sizə tam olaraq necə kömək edə biləcəklərini izah etməyə və dəstəklərinə görə təşəkkür etməyə çalışmağa dəyər, onda heç olmasa aranızdakı münasibəti yaxşılaşdıracaqsınız. Əkizlər, səhərdən güc və enerji artımını hiss edəcəksiniz. Buna görə də çoxdan təxirə saldığınız vacib işlərlə məşğul olmağa dəyər. Ətrafınızdakilarla razılığa gəlmək uğurlu alınacaq, ona görə də onlardan kömək istəməkdən çəkinməyin. Sizə məmnuniyyətlə dəstək olacaqlar. Adətən mübahisə etdiyiniz insanlarla belə qarşılıqlı anlayışa nail olmaq asan olacaq. Bitməsinə görə peşman olduğunuz münasibətləri bərpa etmək üçün münasib andır. Bəzi əkizlər bir qədər halsız və diqqətsiz ola bilərlər. Odur ki, vacib xırda əşyalara nəzarət edin ki, lazım olan nəsnəni təsadüfən itirməyəsiniz. Yaxşı gündür, lakin səhər çətin ki, fəsadsız keçsin. Biraz narahat olacaqsınız, ona görə də həmişə düzgün qərarı tez qəbul edə bilməyəcəksiniz. Bəzi əkizlər işinə ara verməli olacaqlar ki, diqqətini məişət məsələlərinə yönəltsinlər. Əgər yaxınlarınızla mübahisələrdən qaça bilsəniz, gələcəkdə hər şey yaxşı olacaq. Nüfuzlu şəxslərin dəstəyini qazanmaq imkanı yaranacaq. Layihələrinizə sponsorları və investorları cəlb etmək üçün yaxşı vaxtdır. Cazibədarlığınız və optimist münasibətiniz hətta çoxdankı bədxahları da asanlıqla qazanmağa imkan verəcək. Olduqca uğurlu gündür. Nüfuzlu insanlarla əlaqə yarada, onların dəstəyini qazana biləcəksiniz. Bir çox əkizlər qeyri-adi dərəcədə aktiv və enerjili olacaqlar, ona görə də istənilən işin öhdəsindən asanlıqla gələcəklər. Əgər kifayət qədər səy göstərsəniz və əhəmiyyətsiz detallara diqqət yetirməsəniz, gələcək uğurunuz üçün möhkəm təməl qoya biləcəksiniz. Günortadan sonra həddindən artıq həssaslıq sizə zərər verə bilər. Hər şeyi ürəkdən qəbul etməyin. Bütün ideyalarınız reallaşmayacaq, ancaq tezliklə bunun yalnız ən yaxşısı olduğunu başa düşəcəksiniz. Uğurlu gündür.
Səhərdən yüngüllük hissi sizi müşayiət edəcək. Bununla belə heç bir ciddi çətinliklər gözlənilmir və bütün lazımi işlərin öhdəsindən uğurla gələcəksiniz. Bir çox əkizlər ev işlərinə xüsusi diqqət yetirməli olacaqlar. Ev işləri və yaxınlarınızla ünsiyyət üçün vaxtınız olacaq. Zədələnmiş münasibətləri bərpa etmək üçün əlverişli zamandır. İlk addımı atmağa belə ehtiyacınız olmayacaq şərtlər sizi yenidən ünsiyyət qurmaq istədiyiniz şəxslərlə bir araya gətirəcək. Günün başlanğıcı çətin olacaq, amma sonra hər şey düzələcək. Səhər bir çox əkizlər bir qədər əsəbi və impulsiv olacaqlar. Siz təkcə öz işinizlə deyil, həm də yaxınlarınızın problemlərini həll etməli olacaqsınız. Özünüzü idarə etməli və pis əhvalınızı başqalarından çıxarmamalısınız. Yavaş-yavaş özünüzə hakim olacaqsınız və günün qalan hissəsi yaxşı keçəcək. Biraz sonra pozitiv bir ruh halına düşəcək, lazım olan hər şeyin öhdəsindən gələcək və baş verənlərdə bir çox üstünlüklər görəcəksiniz. Dostlar və qohumlar hər hansı bir cəhdinizi dəstəkləyəcəklər. Gününüz xeyir. Etdiyiniz hər şeydə uğur qazanacaqsınız. Ən çətin tapşırıqlar belə sizin səlahiyyətinizdə olacaq. Əkizlərin əksəriyyəti qeyri-adi danışıq qabiliyyətinə sahib olacaqlar. Bu da onlara danışıqları parlaq şəkildə aparmağa, nüfuzlu insanların dəstəyini qazanmağa və mövcud əlaqələri gücləndirməyə kömək edəcək. İşgüzar səfərlər və müqavilələrin imzalanması üçün əlverişli zamandır. Axşama qədər emosional yüksəliş sizi müşayiət edəcək. Günün ikinci yarısında həm həmkarlarla, həm də yaxınlarınızla vacib məsələləri müzakirə edə bilərsiniz. Bir-birinizi asanlıqla başa düşəcək və hər kəsə uyğun həll yolları tapacaqsınız. Xərnəng. Əlinizə götürdüyünüz hər iş uğurlu alınacaq. Uzun müddət öhdəsindən gələ bilmədiyiniz məsələlər belə göründüyündən daha asan olacaq. Əgər aktualdırsa, daşınmaz əmlak və təmir məsələlərini yoluna qoymaq üçün münasib məqamdır. Bəzi xərçənglər uzaqdan gələn qonaqları qəbul edəcəklər. Ünsiyyət sizə çoxlu müsbət emosiyalar bəxş edəcək və maraqlı fikirlərə sövq edəcək. Yaxınlarla münasibətlərdə də hər şey yaxşı olacaq. Planları müzakirə etmək, hər kəsi qane edən birgə qərar çıxarmaq mümkün olacaq. Sevdiyiniz insanla səmimi söhbət aranızdakı bağları möhkəmləndirəcək. Əlverişli gündür, xüsusən də günün ilk yarısı. Aktiv, enerji dolu və inamlı olacaqsınız. Təşəbbüsləriniz yüksək qiymətləndiriləcəkdir. Bir çox xərçənglər özlərində gizli istedadlar kəşf edəcəklər və bu, onlara çoxdankı problemləri həll etmək üçün qeyri-adi yollar tapmağa kömək edəcək. Başqalarının çətin tapdığı işlərin öhdəsindən belə gələcəksiniz. Günün sonunda yorğunluq yığılacaq. Duyğuların öhdəsindən gəlmək çətin olacaq, ona görə də bu dəfə vacib məsələləri təxirə salmamalısınız. Axşam ev işlərinə, qohumlarla ünsiyyətə həsr olunmalıdır. Gün çox yaxşı başlayacaq. İlham dağları yerindən tərpətməkdə sizə kömək edəcək. Hətta çoxdankı bədxahları da qazanmaq imkanınız olacaq. Bir çox xərçənglər nüfuzlu himayədarlar əldə edəcəklər. Qazanclı sövdələşmələr bağlamaq üçün əlverişli zamandır. Uzun müddət ümidsiz görünən məsələləri belə həll edəcəksiniz. Bununla belə, vacib bir şeyi axşama qədər təxirə salmamalısınız, əks halda əlverişli fürsətləri əldən vermək riski ilə üzləşirsiniz. Nüfuzunuza xələl gətirməmək və məsuliyyətsiz görünməmək üçün verdiyiniz sözlərə əməl edin. Ən asan gün deyil. Səhər saatlarında bir çox xərçənglər heç bir səbəb olmadan əsəbi və narahat hiss edəcəklər. Bu zaman vacib qərarlar qəbul etməməli və yaxınlarınızla ciddi məsələləri müzakirə etməməlisiniz. Ev işlərinə çox vaxt ayırmalı olacaqsınız, lakin bu daha da yaxşı olacaq, çünki bu duyğuların öhdəsindən gəlməyə kömək edəcəkdir. Günün ikinci yarısını sakit mühitdə keçirməyə çalışın. Səs-küylü məclislərdə və ya böyük qruplarda iştirak etməməlisiniz. Zövqlü şeylərlə məşğul olun. Hər şey rəvan getməyəcək, amma çoxlu xoş anlar olacaq. Səhər vəzifələrinizə etinasızlıq etmək və vədləri unutmaq istəyəcəksiniz. Yaxınlarınızla xırda fikir ayrılıqları mümkündür. Bununla belə istəsəniz, kobud kənarları asanlıqla hamarlaya və evinizdə dinc bir atmosferi bərpa edə bilərsiniz. Uzun səfərlər üçün yaxşı gün, yol asan olacaq və təəssüratlar canlı olacaq. Bir çox xərçənglər vaxtında istifadə etməli olduqları cazibədar perspektivlərə sahib olacaqlar.
Ola bilər ki, xoş və çoxdan gözlənilən xəbərlər alacaqsınız. Ən asan gün deyil. Diqqətinizi işə cəmləmək və prioritetləri düzgün təyin etməkdə çətinlik çəkəcəksiniz. Tələsik qərarlar itkilərə səbəb olacaq, ona görə də tələsməyə ehtiyac yoxdur. Bir çox xərçənglər adətən heç bir çətinlik yaratmasa da başqaları ilə razılaşmaqda çətinlik çəkəcəklər. Ediləcək ən ağıllı şey tək başına idarə edə biləcəyiniz şeylərə diqqət yetirməkdir. Eyni zamanda əvvəlcədən düzgün hazırlaşmağa cəhd etmisinizsə, uğurlu sövdələşmələr istisna edilmir. Xarici tərəfdaşlarla danışıqlar üçün əlverişli zamandır. Çox güman ki, ümidverici təkliflər alacaqsınız. Şir. Günə vacib işlərlə başlamağa dəyməz. İlk növbədə yaxşıca yatıb dincəlməyə çalışın. Səhər əhvalınız bir qədər aşağı ola bilər, amma bu tezliklə keçəcək. Məişət işləri ilə məşğul olun, bunlar narahat fikirlərdən uzaqlaşmağa kömək edəcək. Ailəli şirlər hisslərini yaxınları ilə bölüşsələr, anlayış və dəstək tapacaqlar. Xərclərə nəzarət edin, düşünülməmiş alışlar və artıq xərclər ehtimalı yüksəkdir. Axşam köhnə dostlarla gəzintiyə çıxmaq və ya qonaq qəbul etmək üçün münasib vaxtdır. Gününüz xoş keçsin. Bir çox şirlər perspektivli əlaqələr qura və tezliklə böyük fayda gətirəcək əlaqələri bərpa edə biləcəklər. İşlərinizdə həmkarlarınızın köməyinə arxalana bilərsiniz. Təcrübəli dostların məsləhətlərinə qulaq asmaq faydalı olacaq, onlar mütləq uyğun olacaqlar. Planlar qurmaq üçün yaxşı vaxtdır, uğur şansları həmişəkindən daha çoxdur. Dözümlülük və əzmkarlıq sayəsində təsir edici nəticələr əldə edəcəksiniz. Gələcək nailiyyətlər üçün möhkəm təməl qoya biləcəksiniz. Çox güman ki, uzun müddətdir tanıdığınız biri ilə romantik bir hekayə başlayacaq. Gərgin və məhsuldar gündür. İstənilən gözlənilməz hadisələrin öhdəsindən asanlıqla gələcək və çətin vəziyyətlərdən çıxış yolu tapacaqsınız. Əksər şirlər emosional yüksəliş yaşayacaqlar ki, bu da onlara rutin işlərdə nəinki maraqlı bir şey tapmağa kömək edəcək, həm də başqalarını ruhlandırmağa imkan verəcək. Müqavilələrin bağlanması üçün əlverişli zamandır. Bəzi biznes məsələlərini qeyri-rəsmi şəraitdə müzakirə etmək daha yaxşıdır. Günün sonuna yaxın diqqəti cəmləmək çətin ola bilər, ona görə də vacib bir şeyi təxirə salmayın. Axşam dostluq və romantik görüşlər üçün münasibdir. Qeyri-müəyyən bir gündür. Həddindən artıq həssaslıq vəziyyəti ağılla qiymətləndirməyinizə mane olacaq. Yaxşı tanımadığınız insanlara güvənməyə tələsməyin, onlar sizi yoldan çıxarmağa çalışa bilər və siz kifayət qədər uzun müddət öz səhvlərinizin nəticələri ilə üzləşməli olacaqsınız. İdeyalarınızdan bəziləri qeyri-real olacaq, ona görə də onları dərhal həyata keçirməyə tələsməyin. Günün ikinci yarısı bir çox şir bürcünə çoxlu xoş sürprizlər gətirəcək. Bununla belə, yaşlı qohumlarla ünsiyyət zamanı maksimum təmkinli olmaq vacibdir, bu, onlarla münasibətinizə ən yaxşı təsir göstərəcək. Gününüz xeyir. Planladığınız hər şeyi həyata keçirə biləcəksiniz. Uzun müddətdir sizi narahat edən məsələləri müzakirə etmək üçün əlverişli zamandır. Razılığa gəlmək və konsensusa gəlmək asan olacaq. Bir çox şir bürcünü həm tək başına, həm də yaxınlarının əhatəsində qeyri-adi uğurlu səfərlər gözləyə bilər. Axşam saatlarında yaxınlarınızın problemlərinin həllinə kömək etmək üçün planlarınızı dəyişməli olacaqsınız. Bu, ağır olmayacaq və münasibətlərinizə ən yaxşı təsir göstərəcək. Yaşlı dostlarınız sizə faydalı məsləhətlər verirlərsə, mütləq qəbul edin. Bir çox cəhətdən şanslı olacaqsınız. Qeyri-adi və dolaşıq tapşırıqları belə başa düşmək çətin olmayacaq. Yeni bir şey öyrənmək üçün əlverişli gündür və əldə etdiyiniz bütün biliklər tezliklə sizin üçün faydalı olacaqdır. Bəzi şirlər iş və ya biznesin inkişafı ilə bağlı perspektivli təkliflər alacaqlar. Vacib sənədləri imzalamaq və bürokratik məsələləri həll etmək üçün əla vaxtdır. Yaşlı qohumların məsləhətlərinə qulaq asmaq zərər verməz, onlar sizə maraqlı fikirlər verəcəklər. Axşam saatlarında yaxınlarınıza işlərində kömək etmək üçün planlarınızı təxirə salmalı olacaqsınız, lakin bu sizi əsəbləşdirməyəcək və yükləməyəcək. Qız. Gün təhsil və yeni biliklərə yiyələnmək üçün uyğundur. Bu biliklər düşündüyünüzdən daha tez işinizə yarayacaq. Planlar qura, uzun müddətli məqsədlər müəyyənləşdirə və onlara çatma yollarını cıza bilirsiniz.
Yaddaşınız kəskinləşəcək, böyük həcmdə məlumatı asanlıqla mənimsəyəcəksiniz. Qızların çoxunu çoxsaylı telefon danışıqları gözləyir. Yaxınlarla ünsiyyətdə zəriflik göstərin. Həddindən artıq sərt və başqasının fikrinə qarşı dözümsüz ola bilərsiniz. Xırda münaqişələr mümkündür, lakin böyük davadalaş olmayacaq. Əgər inciklik baş verərsə, barışığa doğru ilk addımı tezliklə atmaq daha yaxşıdır. Olduqca məşğul gündür. Həmişəkindən daha çox məsuliyyət götürməli olacaqsınız. Bəzi köhnə vədlər sizə qayıdacaq, ona görə də bu borcları ödəmək üçün vaxt sərf etməli olacaqsınız. Bununla belə qızların əksəriyyəti israrlı və iddialı olacaqlar, buna görə də hər şeyin öhdəsindən uğurla gələcək və özlərini yaxşı sübut edə biləcəklər. Karyera yüksəlişi ehtimalı yüksəkdir. Sizin xidmətləriniz qiymətləndiriləcək. Bununla belə günün ikinci yarısında başqaları ilə ünsiyyət zamanı xüsusi təmkin nümayiş etdirmək vacibdir, ümumi dil tapmaq o qədər də asan olmayacaq. Qeyri-müəyyən bir gündür. Səhər uğurlu və əlverişli olacaq, ona görə də vacib məsələləri uzun müddət təxirə salmamalısınız. Bir çox qız bürcü qeyri-adi vəzifələrlə üzləşəcək, onların öhdəsindən uğurla gələcək və bu prosesdə gələcək işlərində onlara faydalı olacaq şeyləri öyrənəcəklər. Faydalı insanlarla yeni əlaqələr qurmaq və həm işgüzar, həm də şəxsi mövcud münasibətləri gücləndirmək üçün yaxşı vaxtdır. Axşama doğru yaxınlarınızın problemlərini həll etmək üçün fasilə verməli olacaqsınız. Bu, sizi planlarınızı dəyişməyə məcbur edəcək, lakin bunun müqabilində isti minnətdarlıq alacaqsınız. Sakit gündür. Əhəmiyyətli dəyişikliklərin və parlaq hadisələrin gözlənilməsi ehtimalı yoxdur. Uzun müddətdir təxirə saldığınız ev işlərini səhər saatlarında etmək yaxşı olardı. Ailəli qızlar ən yaşlı və ya ən kiçik qohumlarına daha çox diqqət yetirməlidirlər. Ürəkdən söhbət edə qarşılıqlı inamı gücləndirə biləcəksiniz. Tələsik vədlər verməməlisiniz, onları saxlamaq düşündüyünüzdən də çətin olacaq. Axşamı köhnə dostların əhatəsində keçirmək və uzun müddətdir görüşə bilmədiyiniz insanlarla görüşmək yaxşı olar. Ən asan gün deyil. Əhəmiyyətli heç bir şey qəbul edilməməlidir. Ev işləri yenidən sizi təqib edəcək, ona görə də diqqətinizi onlara yönəltmək daha yaxşıdır. Ailə qızlar tək başına işlərin öhdəsindən gəlmək məcburiyyətində qalmayacaqlar, sevdikləriniz kömək etməkdən məmnun olacaqlar. Mübahisəli məsələləri müzakirə etməməlisiniz, mübahisə ehtimalı yüksəkdir. Ancaq bu, xoş söhbətlər və sevimli fəaliyyətlər üçün ən yaxşı vaxtdır. Günortadan sonra həssaslığınız daha da artacaq. Xırda bir detal belə mübahisəyə səbəb ola bilər. Özünüzü idarə etməyə çalışın və başqalarına qarşı biraz daha tolerantlıq göstərin. Çətin gündür. Yeni başlanğıclar üçün yaxşı vaxt deyil. Vəziyyətlər çox vaxt sizin xeyrinizə işləməyəcək. Planlarınızdan bəzilərini tez dəyişdirmək, bəzi fikirlərdən isə ümumiyyətlə imtina etmək lazım gələcək. Qızların əksəriyyəti səbr və əzmlə ehtiyat toplamalıdırlar, o zaman lazım olan hər şeyin öhdəsindən gələ biləcəklər. İlk cəhddə hər şey nəticə verməyəcək, amma əzmkarlığınız sonda nəticə əldə etməyə kömək edəcək. Başqalarının dəstəyinə çox güvənməyin. Demək olar ki, bütün işlərin öhdəsindən tək başına gəlməli olacaqsan. Ancaq sevdiyiniz insan sizi xoş sürprizlə sevindirməyə çalışacaq. Tərəzi. Planlaşdırdığınız işlərə elə səhərdən başlayın. Hər şeyin öhdəsindən gözlədiyinizdən çox tez gələcəksiniz. Kənar köməyə ehtiyac olmayacaq, bütün məsələləri asanlıqla və rahat şəkildə özünüz həll edəcəksiniz. Bir qədər sonra istirahət və xoş məşğələlər üçün münasib vaxt gələcək. Köhnə hobbinizə qayıdın və ya nəsə yenisini sınayın. Səs-küylü məclislərdən çəkinmək daha yaxşıdır, ailə mühitində ünsiyyət isə sizə güc və ruh yüksəkliyi verəcək. Münasibətdə olan tərəzilərə sevdikləri insanla mübahisəli mövzuları müzakirə etməmək məsləhətdir. Romantik mühitdə birlikdə vaxt keçirmək daha yaxşıdır. Ən yaxşı gün deyil. Bununla belə ciddi çətinliklərdən qorxmağa ehtiyac yoxdur. Səhər əksər tərəzilər qohumlarının problemlərini həll etmək üçün işdən qısa müddətə fasilə verməli olacaqlar. Səbirli və diqqətli olun, təfərrüata maksimum diqqət yetirin, sonra səhv etməyəcəksiniz. Başqaları ilə razılaşmaq həmişə asan olmur, ona görə də ilk növbədə öz gücünə güvənmək daha yaxşıdır. Axşam saatlarında ev işləri sizə özünü xatırladacaq.
Onlar sizi narahat edən fikirlərdən yayındırmağa kömək edəcək və sevdiyiniz insan sizə emosional dəstək verməyə çalışacaq. Şansınızı qaçırmayın. Maliyyə işlərinizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq ehtimalı yüksəkdir. Uğur qısa müddətli, lakin çox əhəmiyyətli olacaq. Qırılan əlaqələri bərpa etmək üçün əlverişli gündür. Həmişə bir-birinizi başa düşməkdə çətinlik çəkdiyiniz insanlarla ortaq dil tapmaq imkanı olacaq. İşgüzar səfərə çıxan tərəziləri hər addımda bəxtləri müşayiət edəcək. Axşam saatlarında təəssürat qabiliyyətiniz artacaq. Zəngin təxəyyül həmişə yerində olmayacaq, ona görə də bəzi ideyalarınızı həyata keçirmək mümkün olmayacaq. Olduqca uğurlu gündür. Səhər pozitiv qalmaq biraz çətin ola bilər. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaqlar və bu həmişə uyğun olmayacaq. Bununla belə istəsəniz, kobud kənarları hamarlaya, münaqişələrdən qaça və ətrafınızdakilərin enerjisini düzgün istiqamətə yönəldə bilərsiniz. Günün ikinci yarısı əksər tərəzilər üçün əlverişli olacaq. Partiyalarda və böyük qruplarda iştirak etmək üçün yaxşı vaxtdır. Uzun müddətli dostluq qura biləcəyiniz və ya romantik hekayəyə başlaya biləcəyiniz maraqlı insanlarla tanış olmanız mümkündür. Ən asan gün deyil. Bir çox tərəzi yaxınları ilə münaqişələrdən qaça bilməyəcək. Ancaq hər şey olduqca tez həll edilə bilər, xüsusən də barışmaq üçün ilk addımı özünüz atırsanız. Bütün sözləriniz üzərində diqqətlə düşünməlisiniz, uğursuz zarafat və ya yersiz irad həmsöhbətinizi ciddi şəkildə incidə bilər. Yaradıcılıq qabiliyyətləriniz oyanacaq. Çoxlu orijinal fikirlər ağlınıza gələcək. Onların hamısı həyata keçirilməyəcək, lakin bəziləri çox perspektivli olacaq. Axşam dostlarla görüşmək üçün əlverişlidir, xüsusən də ümumi işgüzar maraqlarınız varsa. Məşğul gündür. Səhər, adətən yaxşı anlaşdığınız insanlarla belə ümumi dil tapmaq çətin olacaq. Bir çox tərəzilərdə ziddiyyət ruhu oyanacaq və onlar tezliklə peşman olacaqları sözlər söyləyə bilərlər. Ona görə də səbirli və diqqətli olmaq yaxşı olardı, o zaman bəlalardan qaça biləcəksiniz. Enerjinizi düzgün istiqamətə yönəltsəniz, yaxşı nəticələr əldə edə biləcəksiniz. Günün ikinci yarısı yeni şeylər öyrənmək və tanış olmayan problemlərin həlli üçün mükəmməldir. İntuisiya ziddiyyətli vəziyyətlərdən çıxış yolu təklif edəcəkdir. Əqrəb, qəti addımlar atmağa və böyük işlərə başlamağa dəyməz. Daha az zəhmət tələb edən rutin işlərlə məşğul olun. Gərgin və əsəbi ola bilərsiniz ki, bu da ailə üzvləri ilə münasibətlərə yaxşı təsir göstərməyəcək. Emosiyalarınızı cilovlamağa çalışın. Bir az düşündükdə inciklik və pis əhval üçün real səbəb olmadığını görəcəksiniz. Ailəli əqrəblər yaxın qohumların problemlərini həll etməli olacaqlar. Bu, axşam planlarınızı dəyişməyə vadar edəcək. Amma sonda hər şey xeyirli olacaq. Aldığınız minnətdarlıq sizi çox sevindirəcək. Qeyri-müəyyən bir gündür. Səhər saatlarında məhsuldar iş əhval-ruhiyyəsinə düşmək sizin üçün çətin olacaq. Məsuliyyətlərinizi unutmaq və planlaşdırdığınız işləri təxirə salmaq istəyəcəksiniz. Siz bu impulslara təslim olmamalısınız, əks halda reputasiyada daxil olmaqla itkilər qaçılmazdır. Əksər əqrəblər özlərini bir yerə toplayıb kifayət qədər səy göstərsələr, yaxşı nəticələr əldə edə bilərlər. Tədricən düzgün ritmə daxil olacaqsınız və nəzərə çarpacaq bir emosional yüksəliş hiss edəcəksiniz. Bütün lazımi işlərin öhdəsindən gələ biləcəksiniz. Axşam yaxınlarınızla ünsiyyət və yaşlı qohumları ziyarət etmək üçün əlverişlidir. Çətinlikləri olmasa da olduqca yaxşı gündür. Səhər uzun müddət demək olar ki, ümidsiz görünən bir sıra məsələləri həll edə biləcəksiniz. Bir çox əqrəblər digər baxışları dinləmək və anlamaq qabiliyyətinə görə başqaları ilə yaxşılaşmış münasibətlər yaşayacaqlar. Birlikdə işləmək tək işləməkdən qat-qat daha məhsuldar olacaq. Nüfuzlu himayədarların meydana çıxması istisna edilmir. Günün ikinci yarısında hər zaman vəziyyəti ağılla qiymətləndirə və düzgün qərar qəbul edə bilməyəcəksiniz. Buna görə heç bir yerə tələsməyə ehtiyac yoxdur və çətin hallarda etibarlı bir müttəfiqdən məsləhət almaq zərər verməz. Bir az mübahisəli gündür, amma daha çox yaxşılıq olacaq. Səhər şənlik və emosional yüksəliş hiss edəcəksiniz. Bütün lazımi işlərin öhdəsindən tez gələ biləcəksiniz.
Ailə üzvləri sizə öz yardımlarını təklif edəcəklər, ona görə də ev işləri çox vaxt aparmayacaq. Təmizləmək və lazımsız şeylərdən qurtulmaq üçün yaxşı vaxtdır. Axşam saatlarında bəzi əqrəblər heç bir səbəb olmadan narahatlığa meyilli olacaqlar. Dostların və ya sevilən birinin dəstəyi bu işin öhdəsindən gəlməyə kömək edəcək. Narahatlıqlarınızı onlarla bölüşsəniz, üzülmək üçün əsl səbəb olmadığını görəcəksiniz. Çətinlikləri olmasa da pis gün deyil. Səhər saatlarında məişət problemlərinin və ev işlərinin həllinə xüsusi diqqət yetirməli olacaqsınız. Öz emosional vəziyyətinizə görə başqaları ilə ortaq dil tapmaq sizin üçün çətin olacaq. Buna görə də mübahisəli mövzularda söhbətləri sonraya təxirə salmaq daha yaxşıdır. Yavaş-yavaş özünüzü toparlaya biləcəksiniz və günün qalan hissəsi rahat keçəcək. Aktiv ünsiyyət üçün əlverişli an gələcək. Qırılan əlaqələri bərpa edə, son vaxtlar bir-birinizi çox yaxşı başa düşmədiyiniz insanlarla münasibətləri yaxşılaşdıra biləcəksiniz. Ən asan gün deyil. Ciddi itkilərdən və çətinliklərdən qorxmağa ehtiyac yoxdur, amma ehtiyatlı olmaq və heç yerə tələsməmək yenə də zərər verməz. Ailə üzvləri işlərinizə qarışmağa cəhd edə bilər və bu, həmişə uyğun olmaya bilər. Bir çox əqrəblər həmişə razılığa gələ bildikləri insanlarla belə ortaq dil tapmaqda çətinlik çəkəcəklər. Tələsik vədlər verməyin və ya çox iş götürməyin. Cari işlərin öhdəsindən gəlməyə çalışmaq, başladığınız işi başa çatdırmaq və mümkün səhvləri düzəltmək vacibdir. Ox atan. Günün birinci yarısı vacib qərarlar üçün o qədər də uğurlu olmayacaq. Xüsusilə pulla bağlı riskli avanturalara atılmayın. Belə istəyiniz qısa müddətə yaransa da planlaşdırılmamış alış-veriş etmək lazım deyil. Ox atanların çoxu öz xərclərini təhlil etsələr, yəqin ki, həyat keyfiyyətini itirmədən qənaət edə biləcəkləri sahələr tapacaqlar. Günün ikinci yarısı təsərrüfat işləri, evin abadlaşdırılması və qohumlarla səmimi ünsiyyət üçün əlverişlidir. Münasibətləri daha isti və etibarlı etməyi bacaracaqsınız. Biraz mübahisəli gündür, amma daha yaxşısı olacaq. Çox şey yığılacaq və əvvəlcə onların yükü hədsiz görünəcək. Bununla belə, hələlik imtina etməməlisiniz. Sadəcə başlayın və hər şeyin gözlədiyiniz qədər çətin olmadığını görəcəksiniz. Çətin hallarda kömək üçün etibarlı müttəfiqlərə müraciət etməyə dəyər. Bəzi ox atanlar maliyyə məsələlərində əhəmiyyətli uğurlar qazanacaqlar. Düzdür, bunun uzun müddətli olacağı ehtimalı azdır, amma buna baxmayaraq planlaşdırılmamış gəliri çox ağıllı şəkildə idarə edəcəksiniz. Günün ikinci yarısı həmkarlar, yaxınlarınız və sevdiyiniz insanla münasibətləri möhkəmləndirmək üçün əlverişlidir. Hər şey gözlədiyiniz kimi alınmayacaq. Bununla belə, səhərin uğurlu və aktiv keçəcəyi gözlənilir. Bir çox mürəkkəb problemlərin öhdəsindən gələ, özünüz üçün yaxşı reputasiya yarada və həmkarlarınızın dəstəyini qazana biləcəksiniz. Bir çox ox atanlar rəhbərlik tərəfindən bəyəniləcək dəyərli təkliflər verəcəklər. Qısa işgüzar səfərlər qeyri-adi dərəcədə əlverişli olacaq. Eyni zamanda özünüzü idarə etmək və həddindən artıq egoizm və inadkarlıq göstərməmək vacibdir. Detallara kifayət qədər diqqət yetirin, əhəmiyyətsiz görünən bir detal əsas ola bilər. Gün biraz çətin başlayacaq, amma sonra hər şey yaxşılaşacaq. Səhər başqaları ilə ortaq dil tapmaq çətin olacaq. Köhnə münaqişələr özünü göstərəcək. Əksər ox atanlar yaxşı olar ki, ünsiyyətlərini məhdudlaşdırsınlar, öz işlərinə baxsınlar və heç bir vacib iş görməsinlər. İşləri qaydasına salmaq və gələcəklə bağlı planlar haqqında düşünmək üçün əlverişli zamandır, lakin biraz sonra onları həyata keçirməyə dəyər. Günün ikinci yarısında yaxınlarınızla xırda fikir ayrılıqlarını həll edən bəzi səhvləri düzəldə biləcəksiniz. Axşam saatlarında ortaq işgüzar maraqlarınız və ya çoxdankı hobbiniz olan şəxsləri ziyarətə dəvət edə bilərsiniz. Gününüz xoş keçsin. Düzdür, səhər saatlarında bir çox ox atanlar bəzi kiçik çətinliklərlə üzləşəcəklər. Köhnə öhdəliklər sizi təqib etmək üçün geri qayıdacaq və onlarla məşğul olmaq üçün vaxt ayırmalı olacaqsınız. Sizin artan həssaslığınız incikliklə nəticələnə bilər, ona görə də başqalarının zəif cəhətlərinə dözümlü olmaq və heç bir sözü şəxsən qəbul etməmək vacibdir. Cazibədarlığınız artacaq, ona görə də yeni tanışlıqlar sizi çox gözlətməyəcək. Son vaxtlar bir-birinizi çox yaxşı başa düşmədiyiniz insanlarla münasibətlərinizi yaxşılaşdıra biləcəksiniz. Gün yaxşı başlayacaq, ona görə də anı dəyərləndirin.
Qarşınızda cazibədar perspektivlər açılacaq, onları qaçırmamaq vacibdir. Bir çox ox atanlar nüfuzlu himayədarlar əldə edəcəklər. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq. İnsanlar sizinlə yarı yolda görüşməyə, ideyalarınızı həyata keçirməyə kömək etməyə və hər hansı bir cəhdinizi dəstəkləməyə hazır olacaqlar. İstəsəniz, təsir edici nəticələr əldə edəcəksiniz. Bir az sonra işgüzar aktivlik bir qədər azalmalıdır. Tələsik qərarlar verməyin, şübhəsiz ki, səhv çıxacaq. Etibarlı müttəfiqlərin məsləhətləri həmişəkindən daha faydalı olacaq. Oğlaq. Fəallığınıza yalnız həsəd aparmaq olar. Hər cür çətinliyin öhdəsindən əla gələcəksiniz. Hobbinizdən və ya digər maraqlarınızdan qazanmaq imkanı yaranacaq. Bəzi oğlaqlar artıq tərəddüd etmədən qəbul edilməli perspektivli təkliflər alacaqlar. Özünü inkişaf və yeni bacarıqlara yiyələnmək üçün uğurlu gündür. Yaradıcılıq qabiliyyətləriniz tam şəkildə üzə çıxacaq və həyatın müxtəlif sahələrində təzahür edəcək. İnsanların rəğbətini qazanmaq və onları özünüzə tərəf çəkmək asan olacaq. İşgüzar münasibətlərin romantik müstəviyə keçməsi ehtimalı böyükdür. Ən asan gün deyil. Səhər saatlarında sizə prioritet vermək və vacib olana diqqət yetirmək çətin olacaq. Bir çox oğlaqlar xırda səbəblərdən yayınacaqlar. Tələsik qərarlar verməməlisiniz. Ehtiyatlı olun, yaxşı fürsətlər açıla bilər, onları əldən verməmək vacibdir. Xırda uğursuz təsadüflər ola bilər, amma fəlakətli heç nə olmayacaq. Günün ikinci yarısı həm işgüzar, həm də şəxsi ünsiyyət üçün əlverişlidir. Qeyri-adi dərəcədə anlayışlı olacaqsınız, buna görə də hər kəslə asanlıqla ortaq bir dil tapacaqsınız. Günə bir az çətin başlanğıcaksınız. Fikirlərinizi toplamaq və işə hazırlaşmaq sizin üçün çətin olacaq. Xoş bir şeylə diqqətinizi yayındırmaq və məsuliyyətlərinizi unutmaq istəyəcəksiniz. Ancaq bu impulsların öhdəsindən gəlməyə çalışsanız, yaxşı nəticələr əldə edə və çətinliklərdən qaça bilərsiniz. Əksər oğlaqlar öz işlərində başqalarının dəstəyinə arxalanmamalıdırlar. Yalnız öz gücünə güvənmək daha yaxşı olardı. Cazibədarlığınız nəzərə çarpacaq dərəcədə artacaq və bu, digər insanların diqqətindən yayınmayacaq. Günün ikinci yarısında şəxsi cəlbediciliyiniz sayəsində bir çox məsələləri həll edə biləcəksiniz. Qeyri-müəyyən bir gündür. Ciddi çətinliklərdən qorxmağa ehtiyac yoxdur, lakin səhər saatlarında yaxınlarınızla kiçik fikir ayrılıqları yarana bilər. Səbirli və nəzakətli olsanız, mübahisədən qaça bilərsiniz. Ciddi məsələləri müzakirə etmək üçün ən yaxşı vaxt deyil. Ev işlərini birlikdə edin, xoş bir şey haqqında danışın, onda evdə əlverişli atmosfer yarada biləcəksiniz. Bəzi oğlaqlar maraqlı insanlarla tanış ola və ya bitməsinə peşman olduqları münasibətləri bərpa edə biləcəklər. Düzdür, bunu etmək üçün təşəbbüs göstərməli olacaqsınız, amma nəticə sizi çox sevindirəcək. Gün çox əlverişli olmayacaq, amma axşama qədər hər şey düzələcək.